Salam dəyərli izləyicilərimiz. İstedadlarımızı tanıdım layihəsinin bugünkü qonağı hər bir Yevlaxlının böyük rəğbət bəsləyib hörmət etdiyi fiziki qüsurlu 2 saylı musiqi məktəbinin qarmon müəllimi dəyərli sənətkar Vüqar Məmmədovdur. Vüqar Məmmədov ömrünün çox hissəsini Azərbaycan mədəniyyətinə həsr edib. Mədəniyyətimizin inkişafına böyük töhfələr verib. Belə ki, qonağımız Vüqar müəllimin hazırladığı tələbələri hərəsi bir müəllimdir. Eyni zamanda Vüqar müəllimin hazırladığı tələbələri ali və orta ixtisas təhsil ocağının məzunları olub. Daha ətraflı video sujetdə. Bu günlərin biz Yevlax şəhəri 2 saylı musiqi məktəbindəyik. Mən sizlərə bizim dəyərli sənətkarımız, hər birimizin, hər bir Yevlax sakininin hörmət elədiyi fiziki qüsurlu bir qarmon müəllimini təqdim eləyəcəm sizə. O müəllim ki, onun yetişdirdiyi tələbələr bu günlərin özləri bir müəllimdir. Təbii ki, ömrünün yarı hissəsindən çoxunu mədəniyyətə həsr edən qarmon müəllimi həqiqətən də cəmiyyətimiz üçün kifayət qədər tələbələr yetişdiribdir. Allah Vüqar müəllimə uzun ömür, möhkəm can sağlığı versin ki, bu fiziki qüsurlu ola demək ömrünün yarıdan çox hissəsini bizim mədəniyyətimizə həsr eləyibdir. Bilirsiniz ki, hər şey ölkənin mədəniyyətindən başlayır. Vüqar müəllim də mədəniyyətimiz üçün böyük bir töhfə vermişdir. Gəlin indi Vüqar müəllimin özünü yaxından tanıyaq. Məmmədov Vüqar 1990-cı ildən Şali Musiqi Məktəbində qarmon müəllimi işləyirəm. Hal-hazırda işlədiyim müddətdə bir neçə şagirdlərim ali və orta məktəbləri bitiriblər. İndi hal-hazırda yanında işləyən tələbələrimdən var. Demək olar ki, ikisi öz yanında işləyir, bir neçəsi qıraq məktəblərdə işləyir. Məsələn, Nihat müəllim, Vüqar müəllim mənim yanımda da hal-hazırda bir məktəbdə işləyirik. Digər müəllimlər də başqa məktəblərdə işləyirlər. Yəni, bu işlədiyim müddətdə bir xeyli tələbə yetişdirmişəm və mən hal-hazırda öz sənətimi sevirəm. Allah imkan versin, bundan sonra da işləyək. Mən sizə də öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, gəlib bizi işıqlandırırsınız. Bizim fəaliyyətlərimizi nəzərə alırsınız. Öz kanalımızda yayınlayırsınız. Çox sağ olun, sizə də minnətdarlıq edirəm. Öz adımla, kollektiv adımla. Çox sağ olun Vüqar müəllim, təşəkkür edirəm. Açıq aydın görünür ki, siz fiziki qüsurlusunuz. Yəni bu fiziki qüsurlu olmağınız bəllidir ki, sizin peşə fəaliyyətinizə heç bir maneçilik törətmir. Əksinə daha da sizə ruh verir. Sizin bizim əldə etdiyimiz məlumatlara görə kifayət qədər tələbələriniz olubdur. Hətta özünüz qeyd etdiyiniz kimi həmin tələbələrdən müəllim işləyəni də var bu günlərim. Əysən sizə. Ancaq birinci qrup olmağıma baxmayaraq, mənim o iş fəaliyyətində heç bir çətinlik yaratmır. Ona görə ki, mən sənətimi çox sevirəm. O cümlədən də musiqi, demək olar ki, o bir söz var, musiqi insanın ruhi qidadır. Mən musiqidən zövq alıram, işimdən də zövq alıram, işlədikcə də marağım artır. Demək olar ki, sənətimi çox sevirəm. Vüqar müəllim, bizim apardığımız sorğu nəticəsində bizə bəzi məqamlar da məlum oldu ki, sizin fiziki qüsurlu olmağınıza baxmayaraq, siz həqiqətən də bu sənəti çox sevirsiniz və Azərbaycan mədəniyyətinə böyük bir töhfə vermişsiniz bu addımlarınızla. Yəni tələbələrin yetişdirilməsi, həmən tələbələrin bir gün ali təhsil alması, eyni zamanda müəllim işləməsi, yəni bu bir müəllim üçün ən böyük uğurdur. Mən belə başa düşürəm. Mən sizə təşəkkür edirəm. Həqiqətən də siz usanmadan, yorulmadan Azərbaycan mədəniyyətinə belə bir töhfə verirsiniz. Azərbaycan mədəniyyətinə
mədəniyyəti üçün belə deyək də sözün yaxşı mənasında canınızı qoymusunuz. Eşq olsun sizə, tələbələrinizə də eşq olsun. Sonda yenə sözü sizə vermək istəyirəm Vüqar müəllim. Sonda sizin digər müəllimlərə və tələbələrə tövsiyəniz nədir? Mən istəyirəm ki, müəllimlər öz üzərlərində çox çalışsınlar. Deməli, bir yaxşı söz var, deyir ki, elmin sonu yoxdur. O cümlədən də musiqinin sonu yoxdur. Nə qədər biz öyrənsək də artıq eləyir. Onun üçün də istəyirəm həm müəllimlər, həm də tələbələr öz üzərlərində çox çalışsınlar ki, nəsə bir yaxşı nailiyyətlər əldə edək. Bir daha təşəkkür edirəm. Mən buradan Mədəniyyət Nazirliyinə də öz təşəkkürümü bildirirəm ki, sizi kimi insanlara dəyər verirlər. Sizi kimi insanları həmişə diqqətdə saxlayırlar. Çox sağ olsunlar. Onlara da kanalımız adından öz təşəkkürümüzü bildiririk ki, sizi kimi insanları ruhdan salmırlar. Bir daha təşəkkür edirəm Vüqar müəllim sizə. Uğurlarınız bol olsun. İnşallah tələbələrinizin uğuru təbii ki, sizin uğurunuzdur. İnşallah həmişə tələbələrinizin uğurundan sevinəsiniz. Çox sağ olun, minnətdaram. Əziyyət çəkib gəlmişsiniz, bizi işıqlandırırsınız və bizləri yayınlırsınız. Mən də bir daha sizə uzun ömür, can sağlığı arzulayıram. Bəli, o cümlədən də mən devlətimizə, devlətçiliyimizə, o cümlədən Cənab İlham Əliyev və Mehban xanıma mən şəxsən təşəkkürümü bildirirəm ki, biz əlilləri heç də kənarda qoymurlar, bizə dəyər verirlər, xüsusi işlə təmin edirlər. Hər birinə minnətdarlığımı bildirirəm və Mədəniyyət Nazirliyinə çox böyük təşəkkürümü bildirirəm ki, onlar bizim kimi insanları geridə qoymurlar. Həmişə önə çəkirlər, işlə təmin edirlər, əllərindən gələni əsirgəmirlər. Bir daha minnətdarlığımı bildirirəm.